Hər kəsə salam. Mən bugün martın 9-da keçirilən buraxılış imtahanının publisistik mətninin izahını vermək istəyirəm və bu videodan aprel ayında imtahan verəcək olan məzunlar və 9 sinif şagirdləri yararlana bilər. Deməli, mətnimizin adı Şumerlərin yaratdığı tufan əfsanəsi dünyaya necə yayıldı? Belədir, amma biz əvvəlcə suallarla tanış olaq, daha sonra mətni oxuyarıq. Deməli, birinci sualımızda əvvəlində Roma rəqəmi yazılmış hansı cümlə mətnindən çıxarılsa məzmuna xəyal gəlməz, bununla bağlı bir sualdır. Daha sonra mətn əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, doğru olan hissələrdə yazılıb ki, araşdırmalar sübut etmişdir ki, Şumer bölgəsində ilk daşqın Ur şəhərində baş vermişdir. Şumer mədəniyyəti yeni mədəniyyətlərin yaranmasında rol oynamışdır. Yanlışda isə Şumerlərin qədim tayfalarla ticarət əlaqələri olmuşdur. Şumerlərin digər ərazilərə yürüş və hücumları onların yaratdığı əfsanənin bir çox xalqlar arasında yayılmasına səbəb olmuşdur. Ehtimalda isə Şumerlər Mesopotamiya ərazisində məskunlaşmışdılar. Tufan əfsanəsinin yaranması Ur şəhərindəki daşqınla bağlı olmuşdur. Növbəti sual, mətnin tərkib hissələri ilə bağlı doğru fikri müəyyən edin. Mətnin əsas hissəsində Şumerlərin məşğuliyyəti başlığını vermək olar. Tarixdə ilk dəfə dövlət quran, idarə etmə sistemi yaradanlardan biri də onlardır cümləsi ilə mətnin giriş hissəsini genişləndirmək olar. Mətnin giriş və nəticə hissəsində bir-birinə zidd olan fikirlər verilmişdir. Nəticə hissədə məntiqi əlaqəni pozan cümlə işlənmişdir. Daşqınlardan sonra məcrasına çəkilən çayların yerində qalın gil qatı qalırdı cümləsini mətnin 7-ci abzasına artırsaq, cümlələr arasındakı məzmun arıcılığı pozulmaz. Növbəti, mətnə sən hansı suallara cavab tapmaq mümkündür? Tanrılar insanları nə üçün cəzalandırmaq istəyirlər? Kral daşqın olacağından necə xəbər tutur? Ziusudranın havaya uçurduğu göyərçin nə üçün geri qayıdır? Ur şəhərindəki daşqın neçə gün davam etmişdir? Ziusudra suyun çəkildiyini necə anlayır? Növbəti, mətnin tez hissələrinə aid edilə bilməz. Eyni mövzuya müxtəlif xalqların mifologiyasında rast gəlmək olar. Şumerlər digər xalqların mifologiyasına müraciət etmişlər. Şumerlər daşqınlardan qorunmaq üçün yaşayış yerlərini daim dəyişmişdilər. İnsanlar bütün təbii fəlakətlərin qarşısını tamamilə ala bilərlər. Arxeoloji araşdırmalar Şumer bölgəsində baş vermiş hadisələr haqqında məlumat verir. Növbəti deməli açıq sualımız var. Deməli, burada səbəbi veriblər birinci olan xanada, nəticəni bizdən istəyəcəklər. Səbəb də veriblər ki, Şumerlər yaşadıkları ərazinin coğrafiyası haqqında kifayət qədər biliklərə malik deyildilər. İkinci xanada isə nəticəni vermişdilər, yəni imtahanın özündə. Qədim Şumerlərin yaratdığı bir əfsanə bəzi dünya xalqlarının mifologiyasında təkrarlanır. Yəni, səbəbini də biz özümüz yazacağıq, ancaq burada elə hazır yazılmış formada verilib. Daha sonra, bəli, belə bir sualımız var. Deməli, sonra nöqtələrin yerinə uyğun bir fikir yazmalıyıq. Daha sonra müddəa. Müddəa da belə olub ki, müddəa olan hissə boş olub, faktlardan bir dənəsini veriblər. Səhv etmirəmsə belə olmalıdır. Şumerlər ən qədim yazının müəllifidirlər. Hətta bəlkə də ikincini də orada vermişdilər. Şumerlər ilk təkəri yaratmışdılar. Müddəanı biz özümüz yazmalıyıq, bir dənə də fakt özümüzdən yazmalıyıq. Yəni, səhv etmirəmsə belə olub imtahanda sual. Deməli, növbəti sualdakı üzərində rəqəm yazılmış sözlərin bəli, kontekstdə sizə mənasını müəyyən edib yazın istəyir. Bəli, artıq da sonuncu sualımız. İndi deməli, biz qaydaq mətnimizi oxuyaq. Ümumiyyətlə, suallarla birinci tanış olmaq lazımdır. Çünki suallarla tanış olduqda mən bir daha qeyd edirəm ki, bizim beynimizdə istər-istəməz mətnlə bağlı fikir formalaşır. Və o suallarla tanış olanda biz həmin suallarda soruşulan məqamlara daha çox diqqət yetiririk mətni oxuyarkən. Başlayaq. Şumerlər dünyanın qədim xalqlarından biridir. Onlar ən qədim yazının müəllifidirlər. Hətta ilk təkəri 60-lıq hesablama sistemində Şumerlər yaratmışlar. Dünya xalqlarına məxsus bir çox əsərlər də qədim Şumer miflərindən qaynaqlanır. Yeri gəlmişkən mif çox adamın bilmədiyi sözdür. Mif əfsanə deməkdir. Yəni fantastik bir düşüncə kimi, bir əhvalat kimi. Tanrının insanları güclü bir tufanla cəzalandırması haqqındakı tufan əfsanəsi də bir çox xalqların mifologiyasında cüzi məzmun fərqlərlə təkrarlanır. Tufan əfsanəsinə görə bir gün tanrılar insanları cəzalandırmaq istəyirlər. Bu zaman tanrı Enki, kral Ziusudraya böyük daşqın olacağı barədə məlumat verir. Bu xəbəri eşidən Ziusudra da böyük bir gəmi düzəltdirir. Oraya bütün canlılardan bir cüt toplayır. Tezliklə sel başlayır. Bütün dünyanı su basdıqdan sonra Ziusudra havaya bir göyərçin buraxır. Həmin göyərçin qonmağa yer tapmayıb gəmiyə qayıdır. Sonra bir qaranquş göndərir. O da geri qayıdır. Nəhayət uçurduğu qarğa geri dönməyəndə suyun çəkildiyini anlayan Ziusudra quru sahə tapır və gəmidəkilərlə birgə gəmini tərk edir. Arxeoloji araşdırmalar Şumer bölgəsinin zaman-zaman güclü daşqınlara məruz qaldığını təsdiqləyir. Bunlardan Ur şəhərindəki daşqın izləri daha aydın görünür. Burada aparılmış araşdırmalar qədim bir mədəniyyətin 2,5 metr qalınlıqda palçıq qatının altında qaldığını üzə çıxarmışdır. Şumerlərin qarşılaşdığı təbiət hadisələri onların həyat tərzinə təsir göstərdiyi kimi mifologiyalarına təsirsiz ötüşməmişdir.
Güman ki, Tufan əfsanəsinin yaranması da Ur şəhərindəki daşqınla bağlı olmuşdur. Təbiət hadisələrinin səbəbini qavramayan, yaşadığı ərazinin coğrafiyası haqqında kifayət qədər biliklərə malik olmayan Şumerlər məskunlaşdığı və tanıdığı əraziləri bütün dünya kimi təsəvvür edirdilər. Buna görə böyük sel fəlakətləri ilə üzləşərkən bu hadisəni ümumdünya daşqını kimi qəbul etmişdilər. Lakin Şumerlərin düşüncələrinin əksinə olaraq bütün dünyanın yaxud bir ölkənin dağları aşacaq səviyyədə bir daşqına məruz qalmasının mümkünlüyünü elm arxasında özünü tamamlayacaq. Bəs necə olur ki, qədim Şumerlərin yaratdığı bir əfsanə bir çox dünya xalqlarının, məsələn Yunanistan, Amerika, Avstraliya, Hindistan, Çin və Litva kimi müxtəlif ərazilərdə yaşayan xalqların mifologiyasında təkrarlanır. Bu, qədim tayfaların Şumerlərin yaşadığı Mesopotamiya ərazisində davamlı yürüş və hücumları, köçləri, eləcə də onların Şumerlərlə ticarət əlaqələri qurması ilə bağlı olmuşdur. Unutmayaq ki, Şumer mədəniyyəti qədim dünyanın bir çox xalqlarına təsir etmişdir. Bu mədəniyyətin təsirli yeni mədəniyyətlər yaranmışdır. Bu baxımdan Şumer mifologiyasının da dünya xalqlarının mifologiyasına təsiri mümkündür. Bəli, mətnimizi oxuduq. İstəyirsinizsə özünüz də ekranı dayandırıb oxuya bilərsiniz. İndi biz suallara baxaq. Əvvəldə Roma rəqəmi yazılmış hansı cümlə mətnindən çıxarılsa məzmuna xələl gəlməz? Yəni tez-tez qarşılaşdığımız suallardan biridir. Bunun üçün həmin rəqəm olan hissənin həm əvvəlini, həm sonrasını oxumaq lazımdır. Deməli, baxaq, Tufan əfsanəsinə görə bir gün tanrılar insanları cəzalandırmaq istəyirlər. Əgər mən buradan biri çıxarsam, cümlə belə olacaq. Deməli, cümləmiz haradan başlayır? Oraya bütün canlılardan bir cüt toplayır. Çünki birinci olan hissənin bitimi düzəltdirirdən sonra bitirdi. Ona görə biz onu çıxaranda oraya bütün canlılardan bir cüt toplayır. Yəni, görürəm ki, bu zaman məzmuna xələl gəlir. Yəni, biri çıxarda bilmərəm. Ona görə bir qalacaq. İkinciyə baxaq. Qabağını oxumalıyam. Tezliklə sel başlayır. Sonra üçüncü hissəni olan hissəni oxusam, sonra bir qaranquş göndərir. Amma yəni bu da düz gəlmir. Çünki tezliklə sel başlayır, sonra bir qaranquş göndərir. Yəni məntiqi əlaqə pozulur. Ona görə 2 də çıxartmaya ehtiyac yoxdur. Sonra 3-ü çıxaraq, 3-ün qabağını oxuyum. Həmin göyərçin qonmağa yer tapmayıb gəmiyə qayıdır. 3-ü çıxarsam o da geri qayıdır. Amma nə geri qayıdır? Yəni həmin göyərçin qonmağa yer tapmayıb gəmiyə qayıdır, sonra o da geri qayıdır. Yəni məntiqi əlaqə pozulur. Daha sonra 4-ə baxaq. Deməli, 3 də qalsa, 4-ə də baxsaq, cümləmiz belə başlayacaq. Bunlardan Ur şəhərindəki daşqın izləri daha aydın görünür. Görürəm ki, bu da alınmır. Yəni, bunlar deyəndə nədən nəzərdə tutur? Ona görə də arxeoloji araşdırmalardan söhbət gedir 4-cü olan hissə də. Ona görə çıxartmaya ehtiyac yoxdur. 5-cini çıxarsam, cümləmiz belə olacaq ümumiyyətlə. Yəni 4 qalacaq, 5-cini çıxarsam belə başlayacaq. Arxeoloji araşdırmalar Şumer bölgəsinin zaman-zaman güclü daşqınlara məruz qaldığını təsdiqləyir. Bunlardan Ur şəhərindəki daşqın izləri daha aydın görünür. Yəni bundan sonra onsuz da abzas bitir, yeni abzas başlayır. Yəni 5-cini çıxarmaq mənim məzmunuma xələl gətirmir. Amma digərlərini çıxaranda artıq məzmunda pozuntu əmələ gəlir. Ona görə də burada bizim cavabımız olacaq 5-ci, yəni A variantı. Daha sonra növbəti sualımıza baxaq. Mətn əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, doğru yanlış ehtimal kimi verilən bir mətn sualdır. Araşdırmalar sübut etmişdir ki, Şumer bölgəsində ilk daşqın Ur şəhərində baş vermişdir. Mətnə qayıdıb baxaq. Yəni ilk daşqın Urda mı olub? 4-cü olan hissədə bundan danışır. Arxeoloji araşdırmalar Şumer bölgəsində zaman-zaman güclü daşqınlara məruz qaldığını təsdiqləyir. Bunlardan Ur şəhərindəki daşqın izləri daha aydın görünür. Xeyr, biz bu hissədən orada ilk Ur şəhərində baş verdiyini dəqiq bilmirik. Ona görə də bir yanlışdır, bir götürməyəcəm. Deməli, 2-yə baxaq. Şumer mədəniyyəti yeni mədəniyyətdən yaranmasına rol oynamışdır. Bəli, bu doğru fikirdir. Çünki ən sonuncu cümlədə bundan bağlı deyir ki, Şumer mifologiyasının da dünya xalqlarının mifologiyasının təsiri mümkündür. Ona görə 2 doğrudur. 2-ni götürəcəm. Yanlışdır isə biz artıq yanlış fikirlər seçəcəyik. Deməli, Şumerlərin qədim tayfalarla ticarət əlaqələri olmuşdur. Bəli, bu doğru fikirdir. Çünki orada deyir sonlarda ki, onların ticarət əlaqələri olub, yəni son hissələrdə var. Yəni Mesopotamiya ərazisində davamlı yürüş və hücumları, köçləri, eləcə də onların Şumerlərlə ticarət əlaqələri qurmasına bağlı olmuşdur. Bəli, yəni burada bir söhbət var. Ona görə də 3 doğrudur, yalnız yanlışı yazılıb deyə doğru deyil. Ona görə 3-ü götürməyəcəm. 4-ə baxaq. Şumerlərin digər ərazilərə yürüş və hücumları onların yaratdığı əfsanənin bir çox xalqlar arasında yayılmasına səbəb olmuşdur. Bu yanlışdır. Nəyə görə? Çünki burada qeyd olunur ki, 4-cü, yəni bu cümlədə Şumerlərin digər ərazilərə yürüşü və hücumları. Ancaq mətndə qeyd olunmuşdu ki, əksinə Şumerlərin hücumu yox,
digər xalqların ora hücumu. O da deməli o da elə son abzasının üstündəki abzasdadır. Bu qədim tayfaların Şumerlərin yaşadığı Mesopotamiya ərazisinə davamlı yürüş və hücumları, köçləri. Yəni gördüyünüz kimi, yəni Şumerlərin onlara hücumları yox, onların digər tayfaların Şumerlərə olan hücumları nəticəsində deməli onların yaratdığı əfsanə digərlərinə yayılıb. Ona görə də 4 yanlışdır. Doğrudan 2-ni götürəcəm, yanlışdan 4-ü götürəcəm. 2 4. Deməli cavabımız olacaq burada bizim B variantı. İndi ehtimala baxaq. Şumerlər Mesopotamiya ərazisində məskunlaşmışdılar. Ümumiyyətlə bu doğru fikirdir. Şumerlər mətndə bundan bağlı fakt var. Ona görə də 5-ci doğruya getməli idi. Çünki burada qeyd olunub ki, yəni yenə də bəs necə olur olan hissədə olan abzasda qeyd olunub ki, bu qədim tayfaların Şumerlərin yaşadığı Mesopotamiya ərazisi, yəni ki, yəni Şumerlərin yaşadığı ərazi Mesopotamiya olub. Ona görə 5 doğru fikirdir. O doğruda yazılmalıydı. 5-i götürməyəcəm. 6 da ki, Tufan əfsanəsinin yaranması Ur şəhərindəki daşqınla bağlı olmuşdur. Yəni bəli, bununla bağlı mətndə heç bir fakt olmadığına görə, yəni bu bizim üçün ehtimal olaraq qalır. Ona görə cavabımız olacaq B variantı. Növbəti sual. Mətnin tərkib hissələrlə bağlı doğru fikri müəyyən edin. Mətnin əsas hissəsinə Şumerlərin məşğuliyyəti başlığını vermək olar. Mətnin əsas hissəsi yəni ortalardır. Lakin burada yəni orada yəni əfsanədən danışır. Daha sonra onların daşqınlarından danışır. Yəni burada onların məşğuliyyəti, yəni hansı işlə məşğul olduqları haqqında biz bir şey bilmirik. Ona görə də yəni A yanlışdır. Tarixdə ilk dəfə dövlət quran, idarəetmə sistemi yaradanlardan biri də onlardır cümləsi ilə mətnin giriş hissəsini genişləndirmək olar. Bəli, bu doğru fikirdir. Çünki mətnin giriş hissəsində Şumerlər dünyanın qədim xalqlarından biridir. Onlar ən qədim yazılı müəllifidirlər. Hətta ilk təkərə 60-lıq hesablama sistemində Şumerlər yaratmışlar. Yəni burada Şumerlərin yəni yaratdığı şeylərdən danışır, ilklərdən danışır, onların ilk fəaliyyətlərindən danışır deyə, yəni ilk gördüyü işlərdən danışır deyə. B variantındakı cümləni buraya əlavə etmək olar. Çünki bir daha baxaq həmin cümləyə. Tarixdə ilk dəfə dövlət quran, bəli, idarəetmə sistemi yaradanlardan biri də onlardır. Yəni onlardır, yəni Şumerlərdir. Yəni ona görə də B variantı doğrudur. Digər variantlara baxaq. Mətnin giriş və nəticə hissəsində bir-birinə zid olan fikirlər verilmişdir. Zid o deməkdir ki, yəni bir-birini inkar edən, bir-birini səhv çıxaran cümlələr. Amma baxıram ki, giriş hissədə Şumerlərin ilklərindən danışır, nəticədə isə Şumerlərin digər deməli mədəniyyətləri olan təsirindən danışır. Lakin burada yəni bir-birinə zid olan heç bir fikir yoxdur, bir-birini tamamlayan fikirlərdir. Ona görə C deyil. D-yə baxaq. Nəticə hissədə məntiqi əlaqəni pozan cümlə işlənmişdir. Nəticə hissəyə baxaq. Unutmayaq ki, Şumer mədəniyyəti qədim dünyanın bir çox xalqlarına təsir etmişdir. Bu mədəniyyətin təsiri ilə yeni mədəniyyətlər yaranmışdır. Bu baxımdan Şumer mifologiyasına dünya xalqlarının mifologiyasına təsiri mümkündür. Yəni bəli, burada heç bir məntiqi əlaqəni pozan cümlə işlənməyib. Ona görə D də səhvdir. Y-yə də baxaq. Daşqınlardan sonra məcrasına çəkilən çayların yerində qalın gillil qatı qalırdı cümləsinin mətnin 7-ci abzasına artırsaq, cümlələr arasındakı məzmun acılığı pozulmaz. Deməli, burada yəni çayların yerinə qalın gillil qatı qalmasından danışır. Biz 7-ci abzasımıza baxaq. 7-ci abzasımız bizim deməli 2, 3, 4, 5, 6, 7. Bəs necə olur olan hissə? Bəs necə olur olan hissədə deməli, qədim Şumerlərin yaratdığı bir əfsanə bir çox dünya xalqlarının, məsələn, Yunanistan, Amerika, Avstraliya, Hindistan, Çin və Litva kimi müxtəlif ərazilərdə yaşayan xalqların mifologiyasında təkrarlanır. Bu qədim tayfaların Şumerlərin yaşadığı Mesopotamiya ərazisində davamlı yürüş və hücumları, köçləri, eləcə də onların Şumerlərin ticarət əlaqələri qurmasına bağlı olmuşdur. Xeyr, burada yəni heç bir, yəni əksinə onun, yəni Şumerlərin digər ölkələrə təsirindən danışır. Ancaq burada isə onun yəni məzmun cəhətdən uyğun deyil. Ona görə də Y də yanlışdır. Cavabımız olacaq B variantı. Növbəti suala baxaq. Mətnə əsasən hansı suallara cavab tapmaq mümkündür? Deməli, tanrılar insanları nə üçün cəzalandırmaq istəyirlər? Ümumiyyətlə bunun səbəbi yoxdur. Yəni ona görə də, yəni biz bilmirik ki, onu nəyə görə cəzalandırmaq istəyirlər. Deməli, bir yanlışdır. Yəni cavabı yoxdur, biri götürməyəcəm. Sonra 2-yə baxaq. Kral daşqın olacağından necə xəbər tutur? Bunu bilirik, çünki orada səhv etmirəmsə Enki adlı bir tanrı, bəli, ona deyir, bəli, tanrı Enki ona məlumat verir. Deməli, 2-nin səbəbi var. 2-ni götürəcəm. 3-ə baxaq. Ziusudranın havaya uçurduğu göyərçin nə üçün geri qayıdır? Bunun səbəbi var, çünki orada su var idi deyə, yəni göyərçin bilmir harda, yəni eniş etsin, qonsun. Ona görə də göyərçin geri qayıdır. Deməli, 3-ün də cavabı var. 2, 3. Ur şəhərindəki daşqın neçə gün davam etmişdir? Ümumiyyətlə, bunun haqqında bir məlumat verilməyib, ona görə yəni cavabı yoxdur. Ziusudra suyun çəkildiyini necə anlayır? Bunu da bilirik, çünki qarğa gedir, qayıdır və o zaman
daha doğrusu qarğa qayıtmır, o zaman bilir, səhv etmirəmsə. Bəli. Qarğa geri dönmür, bəli, ona görə də artıq bilir ki, orada su çəkilib. Deməli, cavabımız olacaq 2, 3, 5, yəni Y variantı. Növbəti suala baxaq. Mətnin tezislərinə aid edilə bilməz. Deməli, ümumiyyətlə tezis nədir? Tezis müddəa ilə eyni şeydir. Yəni irəli sürülən bir fikirdir. Lakin həmin fikrin mütləq şəkildə mətndə faktı olmalıdır. Yəni faktı olmayan tezis yanlışdır. Eyni zamanda faktı olmayan müddəa yanlışdır. Yəni bir növ siz onu ümumi bir fikir kimi düşünün. İrəli atılan bir fikir, bir ideya kimi, bir cümlə kimi, bir mülahizə kimi düşünün. Lakin onun bir faktı olmalıdır. Demək, eyni mövzuya müxtəlif xalqların mifologiyasında rast gəlmək olur. Bəli, bu doğrudur. Çünki orada deyilir ki, yəni bir çox əfsanələr digər xalqlarda da özünü göstərir, xalqların mədəniyyətində də özünü göstərir. Ona görə yəni birin faktı var mətndə, yəni bunu sübut edəcək bir fikir var. Ona görə də bir mətnin tezisi ola bilər. Biri götürməyəcəm. 2-yə baxaq. Şumerlər digər xalqların mifologiyasına müraciət etmişlər. Bu yanlışdır, çünki orada onunla bağlı bir fakt yoxdur. Yəni düzdür, məlumat verilir ki, təsir var. Yəni həm Şumerlərdən digərlərinə, həm digərlərindən Şumerlərə. Lakin onu sübut edəcək bir fakt yoxdur orada. Yəni bir nümunə yoxdur orada, bir əsas yoxdur orada. Sadəcə olaraq bir fikir olaraq qalıb ona görə. 3-cüyə baxaq. Şumerlər daşqınlardan qorunmaq üçün yaşayış yerlərini daim dəyişmişdilər. Xeyr, bununla bağlı bir mətnə bir fakt verilməyib. Sadəcə olaraq onların daşqınlara məruz qaldığı göstərilir. Lakin onu sübut edən, yəni onların köçməsi, yəni daim yerlərin dəyişməsindən bağlı bir fakt verilməyib. Ona görə deməli 3 də yanlış tezisdir. 2, 3, 4-ə baxaq. İnsanlar bütün təbii fəlakətlərin qarşısını tamamilə ala bilərlər. Yəni bununla da bağlı bir mətnə fakt yoxdur. Çünki ümumiyyətlə orada fəlakətlərin qarşısını almaqla bağlı bir məlumat yox idi. Ona görə 2, 3, 4 olacaq. Cavabımız olacaq A variantı. 5-ciyə də baxaq. Arxeoloji araşdırmalar Şumer bölgəsində baş vermiş hadisələr haqqında məlumat verir. Bəli, orada çünki mətndə qeyd olunurdu ki, deməli, arxeoloji araşdırmalar Şumer bölgəsində zaman-zaman güclü daşqınlara məruz qaldığını təsdiqləyir. Yəni çünki yəni onun ardınca da faktını da verir ki, bunlardan Ur şəhərindəki daşqın izləri daha aydın görünür. Yəni faktı var bunun. Ona görə cavabımız olacaq A variantı. Deməli, artıq açıq suallarımız başlayır. Deməli, açıq suallarda səhv etmirəmsə, orada birincidə dediyim kimi səbəbi veriblər, bizdən nəticəni istəyir. Səbəbi baxaq, Şumerlər yaşadıkları ərazinin coğrafiyası haqqında kifayət qədər biliklərə malik deyildilər. Bəli, bunu özü verib. Nəticə olaraq nə ola bilər? Mətndə də bu görsənirdi ki, orada qeyd olunmuşdu ki, onlar bilmirdilər, yəni öz ərazilərinin tam olaraq coğrafiyası nədən ibarətdir və onlar düşünürdülər ki, onların olduğu ərazi elə bütün dünyadan ibarətdir. Ona görə biz nəticə olaraq bunu yazacağıq. Yəni ki, burada da qeyd olunub. Məskunlaşdıqları, tanıdıqları əraziləri bütün dünya kimi təsəvvür edirdilər. Daha sonra başqa digər də yaza bilərsiniz ki, böyük sel fəlakətlərlə üzləşərkən bu hadisəni ümumdünya daşqını kimi qəbul etmişlər. Yəni onlar düşünürdülər ki, onların olduğu ərazi bütün dünyanı əhatə edir. İkinci xanada isə nəticəni veriblər. Qədim Şumerlərin yaratdığı bir əfsanə bəzi dünya xalqlarının mifologiyasında təkrarlanır. Yəni belə bir nəticə veriblər. Niyə? Niyəsini biz özümüz tapmalıydıq. Yəni nəyə görə digər xalqların mifologiyasında təkrarlanır? Yəni nəyə görə digər xalqların əfsanələrində təkrarlanır? Səbəbi də odur ki, bayaq da qeyd etdik onu, qədim tayfalar Şumerlərin yaşadığı əraziyə çox hücumlar eləyirdilər. Yəni davamlı şəkildə yürüşlər, hücumlar eləyirdilər, köçlər ediblər eyni zamanda ona görə. Bundan da əlavə qeyd olunub ki, qədim tayfaların Şumerlərlə ticarət əlaqələri olub. Bəli, ona görə də istər-istəməz keçid olub, yəni bir əfsanə digər xalqların mədəniyyətinə keçid edib. Daha sonra bəli, burada yəni qarşısında rəqəm yazılmış sözlərlə bağlı cədvəldir bu. Üzərində qeyd olunub, biz baxaq orada. Deməli, orada üçbucaq və kvadrat. Üçbucaqda deməli, hardadır? Quru, Ziyusud və quru sahə tapır. Bəli, bu informativdir, yəni həqiqi mənadır. Digər isə buna görə böyük sel fəlakətlərlə üzləşərkən bu hadisəni ümumdünya daşqını kimi qəbul etmişlər. Bəli, bu da artıq yəni üzləşmək, yəni daşqınla üzləşmək artıq bu olacaq məcazi məna, yəni poetik. Deməli, birincidə quş qoyacağıq, yəni informativə, ikincidə isə poetika. Daha sonra isə bizdən onu mətndəkindən fərqli funksiyada işlədilməsini qeyd edir. Amma buranı diqqətlə oxumaq lazımdır. Bəzən mətndəki funksiyasında işlətməyi tələb edir. Ona görə də ehtiyatlı olun. Deməli, quru mətndə informativ idisə, biz onu məcazi mənada işlətəndə, bəli, qeyd olunub, yəni quru söhbət, quru insan, quru söz, quru xasiyyət və s. Yəni, və yaxud da quru danışıq ola bilər, məsələn.
Daha sonra isə üzləşmə isə mətndə poetik mənada işlənib. İndi biz onu həqiqi mənada işlədəcəyik. Bəli, küçədə dostumla üzləşdim, yəni qarşılaşdım mənasında, üz-üzə gəldim mənasında qeyd olunur. Və yaxud da dünən evə gedəndə Ariflə üzləşdim, yəni dediyim kimi qarşılaşmaq mənasında. Növbəti suala baxaq. Mətndə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Bəli, orada var idi, bəli, bir yerdə alimlərlə bağlı olan bir fikir var idi. Deməli, lakin Şumerlərin, yenə də oxumaq lazımdır cümləni. Ona qədər olan hissəyə də baxaq. Deyir ki, buna görə böyük sel fəlakətlərlə üzləşərkən bu hadisəni ümumdünya daşqını kimi qəbul etmişdilər. Lakin Şumerlərin düşüncələrinin əksinə olaraq, əslində burada bizə ipucu verir, əksinə olaraq bütün dünyanın yaxud bir ölkənin dağları aşacaq səviyyədə bir daşqına məruz qalmasının mümkünlüyünü elm nə yaza bilərik? Elm inkar edir, elm qəbul etmir. Bəli, elm bunu təkzib edir, yəni yalan çıxardır mənasında işlətmək olar. Bəli. Növbəti suala baxaq. Deməli. Hə. Aha. Müddəa, bəli, burada da yüksək ehtimalla fakt verilib 1-2 dənə. Müddəanı bizdən istəyəcək yəqin ki. Tam olaraq bilmirəm orada sual necə düşüb. Deməli, müddəanı təsdiq edən faktlara baxaq. Şumerlər ən qədim yazının müəllifidirlər. Yəni belə bir bizə yəni fakt verib, bir sübut verib və yaxud da Şumerlər ilk təkəri yaratmışdılar. Yəni oradan mənə elə gəlir ki, ikisi verilib. Müddəa ilə digər faktı biz özümüz tapacağıq. Məncə belə olub. Yəni nə deyir bizə? Adətən müddəanı verib faktı yazmaq daha rahat olur. Faktı verib müddəanı yazında biraz çətinlik çəkir uşaqlar. Amma indi biz necə yazacağıq, indi ona baxaq. Şumerlər ən qədim yazının müəllifidirlər. Şumerlər ilk təkəri yaratmışlar. Deməli, burada Şumerlərin fəaliyyətindən, gördüyü işlərdən danışırlar. Ona görə də yazmaq olar ki, bəli, Şumerlər bəzi ilklərə imza atıblar, bəzi yeniliklər ediblər, bəzi işlərdə öncü olublar, yəni öncüllük ediblər, belə yazmaq olar. Məsələn, burada da yazıblar ki, Şumerlər bəzi ilklərə imza atıblar, Şumerlər dünyaya töhfələr veriblər, Şumerlər bir sıra yeniliklər ediblər, bu tipli fikirlər yazmaq olar. Yəni onu da yazandan sonra növbəti faktı yazmaq ümumiyyətlə daha rahat olur. Şumerlər 60-lıq hesablama sistemini yaratmışlar, bəli, bu tipli. Yəni çalışın ki, faktları birləşdirin, ümumi bir fikir halına salın. Növbəti sual. Üzərində rəqəm yazılmış sözlərin kontekstə əsasən mənasını müəyyən edib yazın. Deməli, biz baxaq üzərində rəqəm yazılmış sözlər hansılardır burada. Bəli, 2,5 metr qalınlıqda palçıq qatının altında qaldığını üzə çıxarmışlar. Bəli. Deməli, palçıq qatı deyəndə, yəni bura palçıq layı demək olar, təbəqəsi demək olar. Daha sonra ikincisi, təbiət hadisələrinin səbəbini qavramayan, yaşadığı ərazinin coğrafiyası haqqında 2 fərq edər. Bəli, qavramayan, yəni anlamayan, başa düşməyən, dərk etməyən kimi yaza bilərsiniz. Digərində isə Mesopotamiya ərazisinə davamlı yürüş və hücumları, köçləri, bəli, davamlı, yəni sürəkli, müntəzəm, ardıcıl bu tipli ifadələr yaza bilərsiniz. Bugünlük bu qədər. Videonu bəyəndinizsə, dostlarınıza göndərməyi və bəyənməyi unutmayın. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm.